Salam, hər vaxtınız xeyir olsun inşallah değerli YouTube izleyicilerimiz. Bugün sizi elə bir həyət evi ilə tanış edəcəm ki, evi almasanız belə əmin olun ki, videosunu izlemekten zövq alacaqsınız. Çox əlim yandı da, dəyərindən aşağı qiymətlə satışa çıxıb. Həm evin, həm torpağın kupçası var. Üstəlik də bütün əşyalar satış zamanı evimizin içərisində qalacaq. Evin yerləşmə yeri Buzovna qəsəbəsidir. Rahid restoranının tam yaxınlığı asfalt yolunda tam kənarında yerləşir. Ümumilikdə 4 sot torpaq sahəsindədir. 3 mərtəbədən ibarətdir. Evin 2 mərtəbəsi yaşayış sahəsi kimi nəzərdə tutulub. 3-cü mərtəbə isə tamamilə mansardan ibarətdir. Bir daha qeyd edirəm ki, satış video zamanı nə əşya görürsünüzsə, satış zamanı evin içərisində qalacaq. Sənədi evin də, torpağın da kupçasıdır. Əmin olun ki, bu əşyaların qiymətini bilsəniz, evin yarı qiymətindən çoxunu elə əşyaların pul eləyir. Həyətimizi görürsünüz. Həyətdə çox gözəl dekorativ ağacları və basenyası var. Evin fasadı bahalı kabancıq daşlarla yığılıb. Ev hər bir tərəfindən kamera sistemi ilə təchiz olunmuş həyət evidir. 2 giriş qapısı var. Biri kiçik qapısıdır. Biri isə böyük darvazadır. Hər ikisi də birbaşa yola açılan qapılardır. Evin heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Burada həyətdə manqalxanası da var. Onu da sizə təqdim edim. Və arxa tərəfində kombi otağı yerləşir. Şəxsi tikili, özünə tikilmə, əşyalı ev axtaran müştərilərimiz bu sizin üçün qaçılmaz bir fürsətdir. Evin padvalına da girişi var. Həyətinə bir neçə maşın rahatlıqla daxil ola bilir. Hər bir tərəfi də yaşayış olan yerdir. Tam hazır girip yaşaya biləcəyiniz evdə pəncərələrin reşotkasına qədər hamısı var. Daxil olaq evimizin içinə. 2 mərtəbə üstü mansar 5 otaqdan ibarətdir. Evin ümumi sahəsi isə 300 kvadrat metrdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Bura evimizin giriş hissəsi. Geniş bir qonaq otağı var, sağda yerləşir. Evin mətbəxi. Mərtəbə arası, hər mərtəbənin arası monolit betondur. Kənarlarından kolon verilərək tikilib. Hər mərtəbədə sanitar qovşaq var, həyətdə də var. Buram da asıblərsiz bağlandı. Qonaq otağını bir də belə göstərim. Evin qiyməti isə əşyaları ilə birlikdə 440 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa qiymətdə indirim ev sahibi tərəfindən olunacaq. Asılması yuxarını göstərməyib. Asıldı. Bu evimizin həm çamaşırxanası, hamamı, sanitar qovşağı gördüyünüz kimi ayrı-ayrılıqdadır. Hər birinin aksesuarları da var. Məlumatları bir daha təkrar edirəm. Evimiz Buzovna qəsəbəsində yerləşir. Magistral yolun tam kənarı, Rahid restoranının yaxınlığı. Ümumilikdə 4 sot torpaq sahəsindədir. 2 mərtəbə. 5 otaqdan ibarətdir. 300 kvadrat evin ümumi sahəsidir. Əşyaların hər biri bahalı əşyalardır. Sənədi evində, torpağında kupçasıdır. Mərtəbə arası monolit beton, dairəvi qoşa daşla tikilmiş evdir. Qiyməti 440 min manat. Real alıcılara endirim olunacaq. İkinci mərtəbədə yataq otağının birində sanitar qovşaq var. Biri isə dəhlizdə yerləşir. Bu da geniş bir otağımız. İpotekaya da yarı yer evimiz, onu da qeyd edeyim.
Evlə bağlı əlavə nə sualınız olsa zəng edin, məlumat alın. Buradakı senter qovşağı da göstərim. Hər biri bahalı aksesuarlardır. Bu da sonuncu senter qovşaq. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı əlavə sualınız olsa zəng edərək məlumat alın. İzlədiyiniz üçün təşəkkürlər.